Dərman qəbulundan imtina sizi güclü göstərmir. Dərman qəbul etmək özü isə sizi zəif etmir. Əslində güclü insan hər dərdi, hər problemi özü həll edən deyil. Güclü insan gücünün sərhədlərini anlayan və gücünün harda bitdiyini və nə vaxt bitdiyini hiss edən birisidir. Və eyni zamanda da o gücü bitdiyi anda, tükəndiyi anlarda yardım almağı bacaran birisidir. Ümumiyyətlə, heç bir insan həyatının hər anında güclü deyil və hər şey üzəri güclü deyil. Yardım almaq, məsləhət almaq bu özü bir güc əlamətidir. Eyni zamanda isə tibbi pozuntulardan, xəstəlikdən söhbət gedirsə, burada professional yardıma ehtiyac vardır. Bu güclə əlaqəsi olan bir hal deyil. Bu tibbi yardım ilə, sağlamlıq ilə əlaqədar olan bir haldır. Ona görə də dəyərli dostlar, yardım almaq əslində gücü artıran bir haldır. Azaldan deyil. Buna diqqət edin.